Salam, hər vaxtınız xeyir olsun, gününüz xeyirli uğurlu keçsin. Mən Gülşən Həşimova. Bu gün sizlərə Azərbaycan dil 4-cü sinif dərsindən tapşırıq və çalışmaların izahını təqdim edəcəm. Paylaşın, həmçinin kanala abunə olun ki, izahlar yerləşdiriləndə görəsiniz. Deməli, Qarabağ ana yurdumla bağlı tapşırıqları həll edəcəyik. Başlayaq. Deməli, ada deyir ki, Azərbaycan xəritəsində 2-ci Qarabağ müharibəsi nəticəsində azad edilmiş rayon və şəhərləri müəyyən edin, həmin ərazilər haqqında bildiklərinizi danışın. Baxın, bu ərazilərimiz onsuz burada qeyd olunub. Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Şuşa, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli. Yəni, bu hissədə bunların adları qeyd olunub. Və bunlar haqqında da, məsələn, Kəlbəcərin işğaldan azad olunması, Şuşanın, Laçının və bunlar haqqında internetdən məlumat toplayaraqdan rahatlıqla yazıb, məsələn, Kəlbəcər haqqında və yaxud Xocalı haqqında, Xankəndi haqqında, yəni rahat şəkildə məlumatlar çıxır. Onlar nəticəsində müəyyən bir fikirlər yaza bilərsiniz. İndi keçək əsas biz bu sadə tapşırıqdır. Əsas çətin tapşırıqlarımıza baxaq. B tapşırığına əlaqədar deyir, oxuduğunuz mətnləri xatırlayın və həmin mətnlərin məzmununa istinad edərək verilmiş fikirləri əsaslandırın. İndi fikir verin. Bizim əsasən aşağı siniflərdə keçdiyimiz bu düzdür. İndi başlayırıq birinci şəklə baxmağa. Birinci şəkil nədir? Birinci şəkil birinci sinifdə keçdiyimiz Azıq mağarası mətnidir. İkinci şəkil Qarabağ atının şöhrətidir. Üçüncü şəkil Bəyaz və Cuqqulu bağlı məsələdir. Mətndir daha doğrusu. Deməli, Bəyaz və Cuqquludur. Bura vətəndir. Bu da bizim 3-cü sinifdə keçdiyimiz mətn idi. İndi gəlin başlayaq. Deyir, Qarabağda yerləşən Azıq mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bu təbii ki, nəyə aid olacaq? Birinci şəklə. Azıq mağarası axı dedik, birinci şəkildə öz əksini tapıb. Deməli, Azıq mağarası ilə bağlı olan bura olacaq 1. Sonra deyir, Qarabağ atları gözəl görünüşü, sürətli, çevik olması ilə dünyada şöhrət qazanıb. Bizə deyir ki, istinad verərək. İndi gəlin birinci, nə bilirik Azıq mağarası haqqında? Gəlin bir köhnə biliklərimizi yadımıza salaq. Azıq mağarası belə idi ki, mən indi həmin mətni sizə səsləndirəcəm. Yoxdan olub, bu zaman insanlar ev tikməyi bacarmırdılar. Onlar çöldə, meşədə yaşayırdılar. Şaxtalı bir gün idi, insanlar soyuqdan qorumaq üçün yer axtarırdılar. Onlar arasında Domrul adlı balaca bir oğlan var idi. Birdən Domrul qayaların arasından yarıq gördü. Tez ana atasına səsləndi. Bura gəlin, mağara tapmışam. Domrul böyükləri gözləməyib mağaraya girdi. Elə bu vaxt onun qarşısına böyük bir ayı çıxdı. Domrul azıq, qışqıra-qışqıra mağaradan çölə atıldı. O zaman ayıya azıq deyirlərmiş, yəni keçmişdə, həmin dövrdə. Ayı da onun dalınca mağaradan çıxdı. Nərildəyərək insanlara hücum etdi. Ancaq insanlar daha doğrusu geri çəkilmədilər. Və iti uclu dəyənək və iri daşlarla ayını qovdular. O gündən mağara insanların məskəni oldu. Həmin mağara bugün də Azıq mağarası adlanır. Bax, həmin bu birinci sinifdə keçdiyimiz mətni yadınızda qalan formada indi mən sizə səsləndirdim. Siz də danışırsınız ki, buna istinad edərəkdən budur. Sonra bu ikincidə deyir ki, Qarabağ atları gözəl görünüşü, sürətli, çevik olması ilə dünyada şöhrət qazanıb. Bu da təbii ki, ikinci şəklə uyğundur. Burada həm at, belə deyim də, əsasən çevikliyi ilə, sürətliyi ilə qalib gəlir yarışda və İngiltərə kraliçəsinə hədiyyə olunur. Yəni, məsələ buydu. Sonra 3-də isə Bəyaz və dediyimiz kimi Cuqquludur. Burada amma deyir, işğal nəticəsində Qarabağ əhalisi yurd yuvasından didərgin düşmüşdü. Burada da Sürəya didərgin düşmüşdü. Ondan söhbət gedirdi. 44 günlük vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad olundu. Burada da İlqarın Füzuliyə qayıdışı idi. O doğma vətəninə, torpağına işğaldan azad olunandan sonra dönüş etmişdi. Bu da belə. İndi keçirik bura. Deməli, burada məlumatlar verilib uşaqlar. Həmin qruplarla işdir.
Deyir, məlumat vərəqindəki faktları rabitəli mətn şəklində təqdim edin. Görürsüz məlumatları. Həmin bu məlumatlara tutaq ki, deyir Qarabağ şikəstəsi yaranması deməli Xan Şuşinski xalq bayatları və aşıq musiqisi əsasında formalaşmış muğam növüdür. Deməli belə başlayacaq ki, xalq bayatları və aşıq musiqisi əsasında formalaşmış muğam növlərindən biri də Qarabağ şikəstəsidir. 19-cu əsrdə yaranmışdır. Qarabağ şikəstəsini Xan Şuşinski bir növ belə deyək, yaratmışdır. Və yaxud Üzeyir bəy Hacıbəyli haqqında demək olar ki, Üzeyir bəy Hacıbəyli 1885-ci ildə Ağcabədi rayonunda dünyaya göz açmışdı. Böyüdüyü yer Şuşa şəhəri idi. Jurnalist fəaliyyəti ilə məşğul olmuşdu. Bundan başqa ictimai xadim idi. Deməli, baxmayaraq Ağcabədidə doğulmuşdu, Şuşada böyüyüb, dəfn olunduğu yer isə Bakıda Fəxri Xiyaban olmuşdu. Bundan başqa dövlət himninin bəstəkarıdır. 18 sentyabr Milli Musiqi Günü kimi onun adına doğulduğu, daha doğrusu günə xitab edərəkdən qeyd olunur. Yəni burada verilənləri mətnə çevirirsiniz. Mən indi sizə 2 dənəsini nümunə kimi verdim. Qalan 2 dənəsini də siz dediyim əsasda eləyərsiniz. Keçək indi buna, şeyə. Şeirindən verilmiş bənd oxuyun, suallara cavab verin. Könlüm keçir Qarabağdan, gah o dağdan, gah bu dağdan. Axşamüstü qoy uzaqdan, havalansın xanın səsi, Qarabağın şikəstəsi. İndi deyir ki, şeir Qarabağın təbiəti və musiqisi haqqında məlumatlara rast gəlinir. Bəli, daha doğrusu rast gəldiniz. Bəli, gəldik. Niyə gəlmədik ki? Bir növ burada fikir verirsiniz. Deyir, könlüm keçir gah o dağdan, gah bu dağdan. Sonra deyir, axşamüstü qoy uzaqdan, havalansın xanın səsi. Həqiqətən də fikir verin. Ondan danışır, bir növ belə deyim ki, onun havasından danışır. Musiqisi isə şair Qarabağın məşhur xanəndəsi Xan Şuşinskinin adını çəkir burada və onun ifadəsindən bir növ belə deyim ki, hər dəfə Qarabağ şikəstəsinin səslənməsini arzulayır. Yəni bu da ona aid ola bilər. Burada deyir, havalansın sözünün mənasını izah edin. Mətndəki havalansından söhbət gedir təbii ki, bu musiqi ucalsın da, yəni hər yerə yayılsın. Bu deməkdir. Yəni havalansın, ucalsın, hər yerə yayılsın. Bu mənanı ifadə edir. Keçək bura. Deməli, baxaq. Xatırlayın, bu mətndə hansı tarixi şəxsiyyətlərdən danışılır və hansı tarixi hadisələr təsvir olunur. Əsasən rusların Azərbaycana hücumundan danışılır. 1804-cü ildə ruslar Gəncəyə hücum eləyir. Bu zaman Cavad xan vətənini qəhrəmanca qoruyur, lakin şəhid olur. Onun ancaq ölümündən sonra Gəncəni ruslar işğal eləyə bilirlər. Yəni onun sağ qaldığı müddətdə onlar Gəncəyə qəti şəkildə girə bilmirlər. Yəni belə idi. İndi burada deyir ki, Qarabağ tarixi haqqında nə bilirsiniz? Qarabağ haqqında bildiklərinizi qeyd edirsiniz, amma təbii ki, burada mətn var. Mətndə qeyd olunub ki, təxmini 270 il əvvəl Azərbaycan ərazisində 20-yə yaxın kiçik dövlət var idi. Bu dövlətlər xanlar tərəfindən idarə olunurdu. Ona görə də xanlıq adlandırılırdı. Gəncə xanlığı, Qarabağ xanlığı, Naxçıvan xanlığı, Şəki xanlığı, İrəvan xanlığı, Şamaxı xanlığı və başqaları. Bu mətndə Azərbaycan xanlıqlarından birinin Qarabağ xanlığının yaranmasından bəhs olunur. Qarabağ xanlığı haqqında nəyi öyrənmək istərdiniz? Suallar tərtib edib mətni oxuyarkən həmin suallara cavab axtarın. Məsələn, nə öyrənmək istəyirsiniz? Tutaq ki, Qarabağ xanlığı nə vaxt yaranıb? Bunu öyrənmək istəyirsənsə fikirləş. Sonra gör mətndə cavab varmı buna? Sonra Nadir Şahın sarayından danışılır burada. Nadir Şah dünya tarixində. Onun əyanları arasında 2 qardaş var idi. Fəzləli bəy və Pənahəli bəy. Onlar ağıl və fərasətlərinə görə böyük nüfuz qazanmışdılar. Bu qardaşlar Qarabağın canişinləri soyundan idilər. Nadir Şah 1736-cı ildə hakimiyyətə gəlmişdi. Bu zaman ona qarşı çıxan bir neçə tayfanı sürgünə göndərmək qərarına gəlir. Onlar arasında Cavanşirlər tayfası da var idi. Fəzləli bəy həm yerlərini müdafiə etmək üçün şahı fikrindən döndərmək istəyir, ancaq buna nail ola bilmir
özü də cəzalandırılır. Yurda dönüş Pənahəli bəy qardaşı Fəzləlini ağır cəzalandırmasına görüb sarayı tərk edir. Bundan xəbər tutan Nadir Şah onu ələ keçirmək üçün ardınca çapar göndərir. Lakin onu tutmaq mümkün olmur. Pənahəli bəy Qarabağa gəlir. Bir müddət dağlarda, meşələrdə gizlənir. Cəmaatı incidənlərə qarşı mübarizə aparır. Sonra Qarabağlıların ümid yerinə çevrilir. Qarabağ xanlığının yaranması, burada da xanlığın yaranmasından danışılır. Şuşa qalasından danışır da, bunu da mən oxumayım ki, videomuz çox uzun və yorucu olmasın. Bunu özünüz qəşəng oxuyarsınız. İndi deməli burada deyir ki, sözlərin izahı ilə tanış olun və şəkillərə uyğunlaşdırın. Deməli, gəlin izahı ilə tanış olaq. Sözlərimiz buradadır. Deməli, burada bizim bu hissəmizi ötürdük. Söz boğçamız var. Qoy bunu izah edeyim, sonra tapşırıq işləyərik. Birdən fikrimdən çıxar. Sonra sizin üçün önəmlidir bu söz boğçası. Başlayaq birinci sözümüzdən. Əyan sözünün mənası nədir? Əyan, yəni hökmdar sarayında yüksək təbəqəyə mənsub olan mötəbər adamlardır. Əsasən zadəganlar da. Bax, əyan zadəganlardır qısacası. Sonra nüfuz nədir? Nüfuz hörmət, etibar, başqalarına təsir gücü, bu nüfuzdur. Sonra sürgün, sürgün nədir? Sürgün o deməkdir ki, cəzalandırmaq məqsədi bir şəxsin məcburi surətdə yaşadığı yerdən başqa yerə köçürülməsi. Yəni onu cəzalandırmaq məqsədi ilə edilir. Sonra iqamətgah daha doğrusu nədir? İqamətgah o deməkdir ki, yaşayış yeridir, məskəndir, saraydır, qəsrdir. Bəs bani nədir? Bani bir şeyin əsasını, təməlini, bünövrəsini qoyan, quran, yaradandır. Bəs miras nədir? Miras isə adam vəfat edəndən sonra varislərindən qalan maldır, mülkdür. Bu da mirasdır. Bu da bizim söz boğçamız. Dedim, birdən fikrimizdən çıxar. Elə qoy bunu tez izah edək, sonra keçək C tapşırığına. Deməli, C tapşırığında nə deyir? Deyir ki, sözlərin izahları ilə tanış olun, şəkillərə uyğunlaşdırın. Mazğal qala divarlarında atışma üçün qoyulan deşik. Bax, burada üçüncü buna aid olacaq. Görürsünüz, bax bunları. Bunlar, bax, bunların hamısı mağzaldır. Bura 3 yazırıq. Sonra bürc qala üzərində qurulmuş müşahidə və müdafiə qülləsi. Buna biri qoyacağıq. Həqiqətən bu bürcdür. Bir də darvaza da qədim şəhərlərin, qalaların hasarlarındakı böyük qapı. Bu da darvaza. Bu da 2. Bu şəkildə olacaq. Keçək bura. Deyir, nə anladın? Mətnlə bağlı suallara cavab verin. Nadir Şah ona qarşı etiraz edənləri necə cəzalandırırdı? Təbii ki, sürgünə göndərərək. Yəni, bunun qarşısına yazırsınız ki, sürgünə göndərərək. Sonra Qarabağ xanlığı nə zaman yarandı? Mətndə qeyd olunub, bir də qayıtmıram ora 1747-ci ildə. Sonra Pənahəli xan Qarabağın müdafiəsini necə təşkil edirdi? Güclü qoşun yaradırdı, qalalar tikirdi. Bunu ilə. Sonra Şuşa şəhərinin yerləşdiyi ərazini təsvir edin. Şəhərin həmin ərazisində salınmasının səbəbi nə idi? Səbəb bu idi ki, müdafiə məqsədi ilə orada, yəni bax burada da qeyd olunub Şuşa qalası haqqında deyir ki, Qarabağ xanlığının iqamətgahı Şahbulaq qalasından buraya köçürülür. Şəhər 2,5 daha doğrusu kilometr uzunluğunda müdafiə divarları ilə əhatə olunub. Sonra qalanın dairəvi bürcləri var. Mazğalla 3 darvazası var. Yəni görürsüz ona görə. Sonra keçək 2A tapşırığına. 2A tapşırığında deyir ki, Pənahəli xan hansı soydan idi? Həmin soydan olan hansı məşhur şəxslər var? Bu haqda mətnin hansı hissəsində məlumat verilib? Baxın, buradadır. Qoy göstərim. Bax, burada. Burada verilib ki, soy, əsil, əcdad, nəsil, kök deməkdir. Pənahəli xan da xan qızı Xurşudbanu, Natəvan, Ağabəyim, ağa məşhur xanəndə Xan Şuniski də Cavanşirlər soyundan idi. Deməli, yazırıq ki, Cavanşirlər soyundan idi. Onunla bərabər deyir, hansı məşhurlar bu soydan idi? Yəni, Cavanşirlər soyundan. Təbii ki, Natəvan, Ağabəyim, Xurşudbanu. Bunları da qeyd edirik. Sonra keçək növbəti tapşırıqlarımıza. Aha, deməli, bircə dəqiqə burada.
İstəyir ki, Pənahəli xan mətnini yazmaqda müəllifin məqsədi nədir? Düzgün fikirləri seçin, seçiminizi əsaslandırın. Təbii ki, baxın, deməli, bizə düzgün deyir Qarabağ xanlığının yaranması haqqında məlumat vermək. Bu mətnin əsas ideyasıdır. Deməli, bax 1, 4 mətnin əsas ideyasıdır. Amma 2-3 isə epizodik xarakter daşıyır. Yəni mətnin əvvəlində bir növ belə deyim, məlumat kimi verilir ki, Qarabağ tayfaları haqqında məlumat vermək, Nadir Şahın Qarabağ cəmiyyəti ilə münasibətindən bəhs etmək. Yəni bu da orada qısaca belə deyək ki, keçir də. Sonra keçək bura. Keçdik bura deyir xronologiya nədir? Xronologiya haqqında danışmağımızı istəyir bizdən. Yəni ümumilikdə xronologiya haqqında məlumatdır. Yəni xronologiya hadisələrin ardıcıllığı əks olunmasıdır. Tarixi informativ mətndə hadisələrin xronoloji ardıcıllığı təsvir edilir. Xronologiya ilə bağlı tapşırıq verib ki, biz düzək. Bir mətndə tarixi hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Birinci B olacaq, Nadir Şahın hakimiyyətə gəlməsi. 1B. Sonra 2A olacaq, Qarabağ bir çox tayfaları Nadir Şaha qarşı çıxır. Sonra A olacaq, sonra Ç olacaq, Pənahəli xan Qarabağ xanlığını yaradır. Sonra D olacaq ki, Bayat qalası tikilir və Qarabağ xanlığının mərkəzi elan olunur. Və son olaraq C olacaq ki, dağların əhatəsində əlçatmaz Şuşa şəhəri salınır. Bu da oldu C. Yəni ardıcıllıq bu formadadır, qeyd edə bilərsiniz. Pənahəli Nadir Şahın sarayını tərk edib Qarabağa qayıtdı. Qarabağa qayıtması, sarayı tərk eləməsi 1738-ci ilə təsadüf edirdi. Ona görə burada olacaq C. Sonra deyir, Pənahəli Şahın ölümündən sonra oğlu İbrahim Xəlil Qarabağ xanı oldu. Qarabağ xanı olması da belə deyərdim də, baxın, Qarabağ tayfalarının Nadirə çıxışı 36-cı ilə əhatə edir, 1736. Öldürülməsi isə 1747-ni əhatə edir. Bunlar arasında olan bir növ belə deyək, il boşluğu isə gəlir təsadüf edir. Təbii ki, hansı ilə? 1700 deməli bu da bizim sonuncu tapşırığımız idi. İnşallah növbəti izahları görmək istəyirsinizsə, tapşırıqların həllini kanala abunə olun, bəyənin, paylaşın. Həmçinin bizim dərslərimizə qoşulmaq istəyən şagirdlər varsa, təbii ki, yazıla bilərlər 055 280 59 24 bu nömrəyə yazaraq da dərslərimiz haqqında məlumat əldə edə bilərsiniz. Sağ olun.